Prezident sizə səslənirəm. Bax, gətirib bir qarpız satan qoymusunuz Tərtərin başçısı. O Tərtərdə qarpız satırdı. Qarpız satandan başçı olar. Qoymusunuz, yaxşı eləmişsiniz. Şumuza bir baxın da 11 ildir bu cəmaatı yedi, dağıtdı bu Tərtəri. Qaynanasının adına 120 hektar torpaq götürüb. Mən də Qarabağ qazisiyəm. 1 hektar torpaq istəyirəm, onu mənə vermir. Bu milləti süründürür. Gəlin də baxın. Bir də bu İsmail Bəylidə, Tərtərin İsmail Bəyli kəndində. Qoyduqları hamısı məmurlar. 50 hektar birinə verib, 40 hektar birinə verib, 30 hektar birinə verib. Bu cəmaat qazilər, veteranlar, 50'lər, qocalar hara geçsin? Bu Azərbaycandan qovursunuz bizi. Qovursunuzsa qovun çıxaq gedək də, başqa yerdə yaşayaq. Bu rüşvət xavruq baş alıb gedib bilmənə baxın da, cənab prezident. Əmirləri verirsiniz, sağ olun. Amma əmrinizi yerinə yetirən yoxdur. Deyim müstəqim. Deyir, gedin əyiniz hara gəlibdi qoyun ora. Nə prezident? Buranın prezidenti mənəm. Kimə deyək? Sizə də 80 dənə, 100 dənə, 1000 dənə məktubu yazırıq. Müstəqimin üstə gəlir, o da rədd eləyir. Kimə deyək? Deyir, mənim evim üstü dağılıb. Müstəqim yazmır. Deyir, 10 min ver yazım. Mənim də pulum olmadı, vermədim, yazmadım. Deyir, uçuq bir damxada qalıram. Belə şey olmaz ya, cənab prezident.